Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə 2026-cı ilin qəbul imtahanında, birinci cəhd imtahanında düşmüş informatikadan olan sualları izah edəcəm. Diqqətlə izləyirik. Mümkün olduğu qədər ətraflı izah etməyə çalışacağam, amma çox da uzatmayacağam ki, çünki vaxtımız həddindən artıq azdır. Mümkün olduğu qədər dəqiq, aydın və qısa şəkildə izah etməyə çalışacağam. Başlayaq birinci sualdan. Daha əvvəllər də qəbul imtahanında düşmüş bir dairəvi diaqram, yəni Excel-dən olan bir sual tipidir. Birinci növbədə bizdən deyir ki, diaqram elektron cədvəlin hansı xanalar diapazonu əsasında qurulmuşdur? Sualımız budur. İndi biz hər bir variantı əlbəttə ki, yoxlasaq yaxşı olar. Sadəcə burada bəzi xanaları da tapmaq lazımdır. Çünki mümkündür ki, bu xanalardan da istifadə edəcəyik. AA8 xanasının qiyməti, yəni biz AC7 xanasının qiymətini hesablayaq. Bax, bu hissənin qiyməti hazırda bizdə AA8-in qiyməti gördüyünüz kimi 18-dir. Qeyd edirəm bura 18 və üzərinə də gələcəm AA9-un qiymətini. Onun da qiyməti bizdə gördüyünüz kimi 12-dir. 18 ilə 12-ni toplayırıq, bu bizə 30 vermiş olacaq və biz o 30-u 3-ə bölsəniz mötərizənin xaricindəki, bu bizə verəcək 10. Deməli, bu hissədə 10 alındı. If nə edirdi? Şərt doğrudursa yaxındakı 12-ni götürəcəyik, əks halda onu götürəcəyik. AA8-in qiyməti burada 18-dir. Deməli, bura yazırıq 18-i. AC7-nin qiyməti isə bizdə hazırda nə oldu? 10 olmuş oldu. Baxın, AC7 bu 10-un olduğu, deməli, xananın ünvanıdır. İndi 18 bu hissədə 7-dən böyükdürmü? Bəli, böyükdür. O zaman şərt düzgündür. 12-ni götürəcəyik. Buradan da cavabımız 12 alındı. Elə qırmızıya almışam. Bilin ki, cavabı 12-dir ifadənin. Və poverdə qüvvətə yüksəltmə. Bundan bunu çıxıb 3 qüvvətinə yazacağıq. AB8. AB8 bizdə nədir? 20-dir də bu hissədə, düzdürmü? Ona görə götürüb yazıram bu hissədə 20 həmin xananın yerinə. Çıxılsın AA8. Yəni bu bizdə 18-dir. 20-dən 18-i çıxırıq. Bu bizə verir 2-ni. Qüvvətinə də 3 yazanda 2-nin üstündə 3 bizə nəyi verir? 8-i vermiş olur. Deməli, buranın da qiyməti oldu 8. İndi sürətli formada variantlara baxa bilərik. Bu deyir AA9-dan AC9-a qədər. Buradakı dəyərlərimiz hazırda nədir? Deməli, AA9-un iç xananın qiyməti bizdə 10, sonra 8, sonra 12, sonra da 8 olmuş olub. İndi baxın, tutaq ki, mən buranı 10 götürdüm, düzdürmü? Bu ardıcıllıqla saat əqrəb istiqamətində biz ədədləri yerləşdirməliyik. İkincinin qiyməti qeyd elədiyim kimi 12 olmuşdu. Buranın da qiyməti bizdə oldu demək 8. Bax, bu hissəyə də yazdım 8-i. İndi burada biz necə tapa bilərik ki, bunlar həqiqətən də bu faizlərə uyğundur, yoxsa bu faizlərə uyğun deyil. Belə bir şeylə əslində baxmaq olardı. Toplamları bizə nə qədər vermiş olur? 30 vermiş olur da bizdə. Bunların hamısının toplamı 30-dur. Deyirəm ki, əgər bu 30 100%-ə bərabərdirsə, tövbükdə 30 100%-dirsə, məsələn, buradakı bu 10 aldığımız ədəd neçə faiz olmuş olacaq? 10 ədədimiz neçə olmuş olacaq? X qədər olmuş olacaq. Biz də 100-ü 30-a böləndə nə qədər verər? Təxminən 33 tam onda neçəni verərdi də. Bu bizə 36-nı vermiş olmazdı axı. Təxminən 33 tam onda neçəni vermiş olardı. Demək, yəni 1000-i 30-a böləndə 33 tam onda neçə alınır? Demək, o zaman buradakı A variantındakı düzgün deyil. A variantını atırıq gedir. Yəni bura 36 yox, 33 tam onda neçə yazılmalıdır? Bunu atdıq getdi. Növbətçisini baxırıq. Növbətçisi. Baxırıq ki, AA7, AC7. Baxıram ki, bu hissədə AA7-dəki qiymət 10-dur. Deməli, birinci 10 yazıb. Növbəti dəfə AA, deməli, AB olmalıdır burada 7. Bu 14-ə bərabərdir. O birisi də bizdə 10-a bərabərdir. AC7. İndi qeyd edirəm bura 10. Bu tərəfə 14 yazıram. Bu tərəfə də zaten AC7-nin də qiyməti bizdə 10 idi. Burada 10 yazmış olacam. Bunu da silək, 10 yazaq. Deməli, bir də deyirəm B variantındakı. Diapazona AA7 daxildir. AB7 daxildir, bir də AC7-nin özü daxildir. Bunların da qiyməti deməli AA7-nin qiyməti 10-dur. AB-nin qiyməti bizdə 14-dür və AC7-nin qiyməti də bu hissədə 10-dur. Mən burada görürəm ki, təkrar olundu. 2 dənə 10 ədəd oldu, amma faizləri fərqlidir. Deməli, B variantda sualın düzgün cavabı deyil. Gəldik C variantına. AA8-dən AC8-ə qədər. Yəni, artıq bildiniz də hansı diapazondur. Buradan, bax, bu hissəyə qədər olan diapazonu bizə deyir. Buradakı dəyərləri yazıb görək həqiqətən də uyğun gəlirmi? Qeyd edirəm buranın birinci ədədimiz AA8-də 18-dir, sonra ikinci dəyərimiz 20-dir, sonra da növbəti dəyərimiz 12-dir. Bunlar elədi, bax bu formada faizlər.
İndi mən bunları nə edə bilərəm? Əslində çox məntiqlidir. Hərəsini 2-yə vursaq, bax 18-i 2-yə vururuq, eləyir 36%-lə. 20-ni 2-yə vururuq, eləyir 40%. 12-ni 2-yə vururuq, eləyir 24%. Elə düppədüz tapmışıq da. Birinci yerləşən 18, 36%. İkinci yerləşən 40%-imiz, üçüncü yerləşən 24%-imiz olacaq. Demək, C bəndi sualın düzgün cavabıdır. Bax, 90 sınaq test toplusunda buna aid çoxlu sayda suallar var ki, buradakıların hamısını 2-yə vurursunuz. Eynən bu sualda olduğu kimi faizlə nisbətin tapmış olursunuz. Digərlərini heç yoxlamırıq. İkinci sual, uyğunluğu müəyyən edin. Hiyerarxik menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı. Bu job verdi. Yəni 1-ə uyğundur C. Telekonferans və xəbərlər bloku xidməti. Bu Usenet-dir. Uyğundur A bəndi. Uzaq məsafədə yerləşən terminalların emülyasiyası da Telnet-dir. Bu da uyğundur D bəndinə. Digərlər götürmədiyimiz FTP və e-mail nədir? Elektron məşrubların göndərilməsi və alınması xidməti, faylların ötürülməsi xidməti. 1-ə C, 2-yə A, 3-ə D. Bu C bəndində var. Cavabımız oldu C variantı. 1-ə C, 2-yə A, 3-ə D. Gəldik 3-cü suala. Verilənlərin tipinə aid deyil aksesdə deməli currency, number, accounting, short text, bir də calculated var. Burada deməli düzgün cavabımız accounting-dir. Çünki orada maliyyə tipində bir xanamız yoxdur. Currency var, pul vahidi var. Amma accounting deyilən yoxdur. Bəs müəllim bu hardadır? Yəni cavabımız budur. Bu Excel proqramında xanaların tipini müəyyən edərkən var. Accounting deyilən maliyyə tiplidir. Söhbət burada aksesdən gedir. Mən sizə indi bunun harda yerləşdiyini göstərəcəm. Yəni necə baxa bilərik? Aksesə daxil olandan sonra bir cədvəlimiz varsa, o cədvəldə konstruktor rejimə keçid eləsək biz, bax burada data tipləri var. Autonumber, short text, long text, number, large number, date name, currency, yəni pul var. Amma accounting deyilən bir şey yoxdur. O MS Excel proqramında xananın deməli tipini müəyyən etməyimiz üçündür. Excel proqramına girsək, bu hissədə var. Həm currency var, həm accounting var. Yəni valyuta da var, pul da var. Maliyyə də var, pul da var, yəni tip olaraq. D bəndi düzgün cavab. 4-cü suala baxaq. Doğru mülahizələri müəyyən edin. Kmos, ramkeş yaddaş və video yaddaş daxili yaddaşlardır, düppədüz məlumatdır. Biri götürürük. İmtahanda da nə edirik? Dərhal biri götürürüksə, biri olmayan variantları silirik. Əməli yaddaşda aktiv proqram və verilənlər müvəqqəti saxlanılır. Bu da düzdür. Onsuz da cavab onda B-dir ya da Y-dir. 2 variantımız qalır. Səs kartı informasiya daşıyıcısıdır, yalan deyir. Ümumiyyətlə, informasiya daşıyıcısı olanlar xarici yaddaş qurğularıdır. Səs kartı ana plat üzərində yerləşəndə informasiyanı xaric və daxil edən qurğudur. 3-ü silirik. Streamer məlumatı maqnit lent üzərində saxlayan yaddaş qurğusudur. Düppədüz məlumatdır. 1, 2, 4 düzgün cavabımızdır. Səhvlərə də baxaq. Matris printerlər istilik vasitəsilə kağıza çap etmir. İynə vasitəsilə kağıza çap edir. İstilik vasitəsilə çap eləyənlər termoprinterlərdir, termiki printerlərdir. Ona görə bu hissəsi bizdə yanlış məlumat oldu. 5 səhvdir. Skanerin seyrəklik qabiliyyəti bir düymə düşən nöqtələrin sayınadır, xətlərin sayına deyil. Xətlərin sayı isə bu printerə aid olardı. Düşən nöqtələrin sayı, yəni printerin və skanerin deməli seyrəklik qabiliyyəti DPI-larla ölçülür. Dot per inch, bir düymə düşən nöqtə sayına. Burada xətt dediyi üçün 6 da səhvdir. Cavab olur 1, 2, 4. 5-ci sual, 90 sınaq test toplusunda birə-bir bu sualın eynisi var. TCP protokolunun əsas funksiyası nədir? Qısa məlumatların ötürülməsi və etibarlılığının olunmaması. Əslində burada aiddir daha çox nəyə? Bu UDP, yəni User Datagram Protokol deyilən. Çox da magistratura proqramında sual kimi demək olar ki, heç vaxt düşməyib bu protokolun adı. Buna uyğundur. Uyğun marşrutlar haqqında şəbəkəyə lazımi məlumatların verilməsi bu IP-yə uyğun gələr. İnformasiya axının paketlərə bölünməsi və son məntəqədə onları yığmaq, bəli, bu TCP-nin işidir. Elə bir TCP-yi parçalayır, həmin o parçalayandan sonra onları müvafiq ünvana göndərir və son məntəqədə onları yığır. Yəni parçalayır, ən axırda da yığır. İnformasiya paketlərinin düzgün ünvanlandırılması demək, bu heç birinə aid deyil. Şəbəkənin haqqında informasiyanın verilməsi, bu da uyğun deyil. Yəni TCP protokolunun əsas funksiyası, bəli, C variantında göstərir. Hardasa D bəndindəki IP ünvana daha çox bənzəyir. IP ünvanın işinə daha çox bənzəyir. Gəldik 6-cı sualımıza. Mətn prosesorunda sənədə yerləşdirilən sərlövhənin şəkildəki mövqeyi hansı lent tabu və lent qrupundan müəyyən edilir? Bu suala tələbələrin əksəriyyəti insert yazmışdı. Əslində siz insert header footerdan sərlövhəni əlavə edə bilərsiniz. Onun mövqeyi barəsində məlumatı daxil edə bilmirsiniz. Baxın, cavabımız burada layoutdur. Layoutdan page setup'ın dialoq pəncərəsindən biz layout hissəsinə gəlsək əlavə bölməyə, oradan tənzimləyə bilirik. Birinci növbədə mən inserti göstərim. Çünki tələbələrin 90% buna insert yazmışdı ki, müəllim, mən
Insertdən əlavə eləyə bilirəm. Axı, bəli, sən insertdən header footer qrupundan header əlavə eləyə bilərsən və ya footer fərqi yoxdur. Baxın, vurdum. Artıq bunun mövqeyini təyin etmək üçün nəsə yazmışıq da. Ya header footerdan istifadə edib buradakı məsafəni, mövqeyini tənzimləyə bilərik, ya header footerdan. Ya da tutaq sənəddə işləyirsiniz, layout tabına gəlirsiniz, page setup qrupu var. Dialog pəncərəsini açandan sonra burada layout bölməsi var, fikir verin. Bu layout bölməsinə gəlsəniz, buradan header'ın boşluğunu təyin eləyə bilərsiniz. Daha da böyük qoyaq, 10 qoyaq. Ok düyməsini vursaq, görürsünüz, bura qədər artıq, yəni bu hissə tamamilə oldu bizdə header footer hissəsi. Yəni, buradan bura qədər boşluqdur, heç nə yaza bilməyəcəyik biz. Deməli, bəli, cavabımız layoutdan, page setupdan layout əlavə bölməsindən etmək mümkündür yerini. 7-ci sualda dəfələrlə dimin sınaqlarında və qəbullarında düşüb, bütün sənədi, yəni bütün mətni seçmək üçün nələr lazımdır? Sənədin sol kənarındakı boş sahədə mausun sol düyməsi 3 qat klikləmək, bəli, bu düzgündür. Kontrol A-nı vurmaq, bəli, bu da düzgündür. Sənəd daxilində ixtiyari yerdə mausun sol düyməsini 4 dəfə vurmaq, bütün sənədi seçməyin yollarında belə bir şey yox idi. Klaviaturada F8 düyməsini 2 dəfə vuranda yalnızca söz seçilər, sənəd seçilməz. Ona görə 4 də yanlışdır. Kursor sənədin sonunda olanda Shift Ctrl Home düyməsini vursanız, bəli, və yaxud da kursor əvvəldə olanda Shift Ctrl End düyməsini vursanız, o zaman bütün sənəd seçilər. Klaviaturada Ctrl düyməsi basılı halda saxlamaqla sənəd daxilində ixtiyari yerdə mausun sol düyməsini klikləməklə tamamilə demək yanlışdır. Çünki Ctrl düyməsi basılı halda olanda gərək sən ixtiyari yerdə yox, sol tərəfdə, yəni boşluqda, sol boşluqda bir dəfə vurmalısan. Onda artıq seçilmiş olacaq. Sol boşluqda vursan bir dəfə, o zaman düzgün olar. Klaviatura 7-ci bura düşüb, yüngülvari sürüşmə olub. 7-ci klaviaturada F8 düyməsini 5 dəfə sıxmaqla, bəli, düzgündür. Ardıcıl 5 dəfə sıxsaq, bütün sənəd seçilmiş olacaq. 1, 2, 5, 7. Yəni cavabımız A bəndi olmuş oldu. Gəldik 8-ci sualımıza. 8-də nə deyir? Deyir ki, File Explorer proqram pəncərəsinin sağ tərəfində obyektlərə süzgəc tətbiq edilməsi üçün hansı görünüş rejimindən istifadə edir? Details görünüş rejimindən istifadə olunur. Məsələn, baxa bilərik buna. Keçid alırıq görünüş rejimimizə. Hazırda mən bu hissədə gəlsəm bura və yaxud da bura fərq bir şeyimiz olsa, aha, bax bu hissədə. Müəyyən sayda var da burada bizim fayllarımız. Gəldim View-ya, hazırda Details deyəm, düzdür. Details-də olarkən mən filtr tətbiq edirəm. Deyirəm ki, məsələn, PDF olanları saxla, filtr qoydum, görürsünüz bu hissədən. Ancaq həmin o PDF olanları saxladım. Amma listə yoxdur, fikir verin, listə belə bir seçimim yoxdur mənim. Və yaxud da Taisa gəlsək, Taisdə də belə bir seçim yoxdur, heç Contentdə də yoxdur. Görürsünüz, Contentdə də heç bir filtr tətbiq edə bilmədim. Deməli, cavabımız olacaq, Details görünüş rejimində filtr tətbiq etmək mümkündür. Yəni, süzgəcləmədən istifadə etmək mümkündür. 9. Təhlükəsizlik divarının firewall əsas funksiyası nədir? Əslində firewall həm Windows-un özündə var və şəbəkədə də firewall-lardan istifadə olunur. İndi burada şəbəkəni verib problem yoxdur. Şəbəkəni potensial təhdidlərdən qorumaq üçün, bəli, bizim də düzgün cavabımız budur. Bunun üçün heç çox geniş oxumağa ehtiyac yox idi. Yəni divardır da, bu divar nəyə qoruyur? Təhdidlərdən qorumaq üçündür də. İmkan vermir ki, hər hansısa bir deməli, məsələn Windows-dan nümunə seçsəm, bilinməyən bir mənbələrdən siz oyun falan yükləsəniz, fayl yükləsəniz, dərhal imtina eləyir kompüter onu. Gərək sistem tərəfindən onu aradan qaldırasınız. Ondan sonra qəbul etmiş olacaq. Yəni o divarı passiv vəziyyətə gətirəsiniz, sonra artıq o faylları yükləyə biləcəksiniz. Onu da kifayət qədər rahat sualdır. Dəfələrlə canlı yayımlarda və dərslərdə demişik. Excel proqramında funksiyaların kateqoriyalarını uyğunlaşdırmasını istəyir. Text mətn tipli idi. Mətn tipli mən burada görürəm right. Yəni sağ tərəfdən müəyyən sayda simvol saxlamaq. 1-ə uyğundur C bəndi. Logical məntiqi testlərdən mən görürəm məntiqi deməli funksiyalardan. Burada görürəm mən if-i ən aşağıda. And, or, if, true, false bunlar idi da bizdə logical məntiqi deməli funksiyalar. If var, ona görə uyğundur Y bəndi. Statistik funksiyalardan isə görürəm bu hissədə count if-i. Sum if riyazi trigonometrik, həmçinin də D variantında olan qüvvətə yüksəltmə power-da deməli riyazi trigonometrik funksiyalara aiddir. Statistikə aid oldu deməli A bəndi, count if, count və yaxud da nələr var bizdə? Əslində mən bunu sizə göstərə bilərəm. Siz bunu bir screen də alsanız pis olmaz məncə. Demək, axtarış yerinə yazaq. Qısa. Bunu alıram ki, bəlkə təzədən təkrar düşdü.
Excel proqramında bax bu hissədə qeyd olunub. Elə bu hissəni hazırda skrin alarsınız. Funksiyalar hansı kateqoriyaya, hansı funksiyalara aiddir? Bax buradan bir dənə sual düşmüşdü. Bu da qısa konspektdir. Yəqin ki hər birinizdə var. Davam edək digər suallarla. Qayıtdıq bura, qayıtdıq bura. Demək, bu cavab oldu burada. 1-ə S, 2-yə Y, 3-ə yalnız A. Belə bir variantımız harda var? Y variantında var. 1-ə S, 2-yə Y, 3-ə isə A. Yəni burada B-ni götürmürük, o riyazi trigonometrikdir. İnternetdə host kompüterin domen adı verilənlər bazasının hansı modelinə uyğundur? Domen adı dedikdə elə bilin ki, bu baş bir qovluqdur, yüksək domen var da. Onun altında da alt domenlər var. Ən yüksək səviyyəli domen var, ondan aşağı alt domen var, yenə alt domen var və bunlar iyerarxik struktur əmələ gətirir. Demək, bu hissədə internetdə host kompüterin, əsas kompüterin domen adı iyerarxik verilənlər bazası modelinə uyğun gəlmiş olur. Cavab oldu buna görə D bəndi. 12. Sistem proqram təminatına aid olanları müəyyən etmək lazımdır. Verilənlər bazasız idarə etmə sistemləri tətbiqiyə aiddir. Ona görə biri sidirik. Əməliyyat örtükləri sistemə aiddir, baza proqramlarındadır. Kompüterin iş qabiliyyətini yoxlayan proqramlar servis hissədədir və bunlar da sistem proqramlarına aiddir. Servisdədir. Bu hərfidir, servis. 3-ü götürəcəyik. Avtomatlaşdırılmış layihələndirmə sistemləri tətbiqi proqramlara aiddir. Ona görə 4-ü silirik. Ekspert sistemləri bu tətbiqi proqramdır. Bunu da silirik. Arxivləşdirmə proqramları isə bəli, aiddir sistem proqramlarına. Ona görə cavab olacaq 2, 3, 6, D bəndi. Bax, bunlar ikisi, yəni iş qabiliyyətini yoxlayanlarla arxivləşdirənlər servisə aiddir və sistemdir. Əməliyyat örtükləri baza proqramdır və sistem proqramlarındadır. Gəldik ən çətinlik çəkdiyiniz alqoritm sualına. İndiyə qədər belə alqoritm sualı görməmişdiniz. İlk dəfə düşürdü. İcra nəticəsində N-in 8 qiyməti alınırsa, N-in ilkin qiymətini tapın. Diqqətlə baxıram ki, necə bir alqoritmdir. N-in başlanğıc qiyməti daxil edilib, A-nın başlanğıc qiyməti 2-dir. Gördüyünüz kimi 45A-dan hazırda böyük göstərir. Bu şərt ödənilən halda həmişə həq oyundan gələcəyik. Biz nə zaman yoxa gələcəyik? Əgər A-nın qiyməti 45-ə bərabər olsa və A-nın qiyməti 45-dən böyük olsa, mən yoxa gəlmiş olacam. Deməli, birinci buradan başlayıram. Mən yoxa gəlməyim üçün nə etməliyəm? Ya A-nın qiymətini 45-dən böyük götürməliyəm, ya da ən yaxşı halda bərabər götürə bilərəm ki, bəli, artıq tutaq ki, A-nın qiymətini bir yolla 45 alsam, 45 45-dən böyükdürmü deyəcəm, yox deyib gələcəm, yekunlaşdıracam. O zaman gəlin başlayaq hardan? Başlayırıq buradan. A-nın qiyməti 2-dir, düzdürmü? Yazıram bura A-nın qiyməti 2-ni. Biz hər dəfə A-nı nə qədər artırmışıq? 3 dəfə artırmışıq da. Elə bir dəfə dövr gedəndə 2-nin üstünə 3 gəlmişik, sonra onların üstünə 3 gəlmişik. Hər dəfə 3 artırırıq. O zaman mən deyirəm ki, başlanğıc qiymət olan 2-ni dövr sayını bilmədiyim üçün, bax dövr sayını bilmədiyim üçün ona D hərfi deyəcəm. Dövr sayını bilmədiyim üçün ona D deyəcəm. Yəni 5 dəfə dövr bilmirəm də nə qədərdir? D qədərdir. İndi mən hər dəfədə nə edəcəm? A-nın üzərinə 3 gələcəm də. Demək dövr sayı D-ni vururam 3-ə. Ki görüm 3 vurulsun D qədər, burada üstünə, 2-nin üstünə, başlanğıc qiymətin üstünə ədəd gəlmişəm. Və mən harda dayanmalıyam? Bu ədəd ya bərabər olmalıdır 45-ə, ya da 45-dən böyük olanda dayanmalıyam mən. Ya 45-ə bərabər olsun, ya 45-dən deməli böyük olsun, ya da ki bərabər olsun. Buradan belə bir şey eləyəcəm. Yazıram bura 3D, böyük bərabərdir bu hissədə 45 çıxılsın 42, yəni bura qalır deməli 43. Burada qeyd edirəm D, böyük bərabərdir burada. 43-ü 3-ə böləndə nə qədər verir? 14,3 neçə edir, düzdürmü? İndi mən 14,3 götürə bilmərəm. Nə götürməliyəm bu hissəni? 14,3 yox. D-nin minimum qiyməti 15 olar. D-nin minimum qiyməti 15 olmuş olacaq. İndi sən bu aldığın 15-i, yəni bu D nə idi bizdə? Dövr sayıdır. Bu deməkdir ki, sən 15 dəfə dövr eləmisən. 15 dəfə A-nın üstünü 3 gəlmisən. 15 dəfə N-in başlanğıc qiymətindən 8 çıxmısan. 15 dəfə 8 çıxmısan. N-in ən axırdakı qiyməti nədir? Çapdan çıxan qiyməti 8-dir. Demək, onda yazıram. Bax, N üçün. N-in başlanğıc qiyməti bu N-dir. Mən bunu bilmirəm nədir. Amma bilirəm ki, bu başlanğıc qiymətindən biz 15 dəfə 8 çıxmışıq. Yəni, 8 vurulsun 15 çıxmışıq. 15 dəfə 8 çıxmaq bu deməkdir. Və yekun nəticədə də 8 almışıq. Ən axırda N-in qiymətini 8 almışıq. N çıxılsın 8 vur 15, ən axırda N-in qiyməti 8 alınıb. Buradan da N bərabər olur. 8 15-ə vuranda 120 üstünə də 8 gəlsə 128-ə.
Deməli birinci verilmiş buradakı n-in qiyməti 128-dir. Sən 15 dəfə ondan 8 çıxmısan, 8 almısan. A-nın qiyməti 2-dir. 15 dəfə üstünə 3 gəlmisən və bununla da indi A-nın hansı qiymətində biz yoxa getmişik, onu da tapa bilərik də. Başlanğıc qiyməti 2 idi, düzdürmü? Dövr sayı da 15 idi. Yəni 3 vurulsun 15, bu bizə 47-ni verir. Deməli artıq A-nın qiyməti 47-yə çatanda, bu hissədə olanda biz gəlib nə etmişik? Bu hissəni deməli tərk etmiş olmuşuq. Ona görə deməli bizdən əslində bunu istəmirdi. Buna ehtiyacımız yoxdur. Sadəcə deməli A-nın qiyməti 47 olanda bəli biz buranı tərk etmişik. Gəlmişik yox hissəsinə. Belə cavab oldu. N-in qiymətini soruşurdu. İlkin qiyməti 128. Bunu canlı yayımlarda da demişəm buna aid suallar. Alqoritmin xassələrinə aiddir hansı? Faydalılıq yox, qiymətlilik yox, adekvatlıq yox, aktuallıq yox. Bunlar informasiyanın xassəsidir. Müəyyənlik xassəsi var. Alqoritmin bəli əsas xassələrindən biridir. 15-ci sualda doğru fayl adlarını müəyyən edin. Durğu işarələri olduğu üçün mən burada qadağan olunan 9 dənə simvol yazmaq istəyirəm. Siləşlərə icazə yoxdur. Düz xəttli icazə yoxdur. Qoşa nöqtəyə yoxdur. Böyük kiçik işarələrinə icazəmiz yoxdur. Ulduzla sual işarəsinə icazəmiz yoxdur. Bir də qoşa dırnaqlara icazə yoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə oldu. Tək dırnaq icazə var. Ona görə bir doğru fayl adıdır. Tək dırnağın problemi yoxdur. Bu hissədə 2-nin sol tərəfində boş qoyub, əslində boş qalsa olar. Yəni boşluq da bir simvoldur da, onu yəni yaddaşda qala bilər. Ulduz var burada gördüyünüz kimi. Ulduz adlı heç bir tərəfdə, nə nöqtənin solunda, nə sağında. Ümumiyyətlə bu simvollar nöqtənin solunda, sağında olmaz. Ona görə 3 doğru deyil. 3-ü siləcəm mən. Burada demək düz xətt qoyub. Bu düz xəttimiz də bu hissədə olmaz. Dedik axı burada yanlışdır. Bunu da silə bilərik. Ondan sonra baxa bilərəm hansı variantlarımız var, hansılar var. Magistrda həmin işarəni, yəni bizdə 3 olmaz, 6 olmaz. 3, 6 olmaz. 3, 6 olmaz. Bir dənə segi variantı qaldı da. 1, 4, 5 və 7 sualın cavabı qaldı. Demək burada 2-ni götürməyib, amma bir dənə yoxlayaq. Məncə 2 yaratmaq olur. Axı yeni bir dənə fail yaradaq. Və belə eləyək. Bu hissəni boş qoyduq. Enter düyməsini vururuq. Nəsə özündən avtomatik əlavə edir, düzdür. Özündən boş qoymur əslində. Nəsə əlavə edir. Yəqin ki Windows 10-da olurdu. Belə bir şey yaratmaq. Yox, mütləq nəsə adında bir şey olmalıdır. Boş kimi saxlamaq olmur. Mən onu hardasa görmüşəm axı. Ola bilsin göz yanılması olub məndə. Mütləq adında nəsə bir şey olur. Çünki boş qoyanda nöqtə qoysanız əslində olar. Nöqtə ilə qəbul edir, amma boş olanda, tamamilə boş olanda qəbul etmədi. Demək cavab oldu C bəndi. Bir şey də bəli, yadımıza saldıq ki, mütləq nəsə olmalıdır burada, tamamilə boşa imkan verilmir. 16. Ribbon interfeysi təqdimatın hansı görünüş rejimində əks olunur? Avtomatik reading view götürməliyik. Çünki reading view oxu görünüşüdür da. Biz orada niyə lenta interfeysinin ribbonları görək ki? Bu oxumaq üçün nəzərdə tutulmuşdu. PowerPoint proqramına indi elə hazırdır, daxil olsaq bu hissədə. Deməli görürük ki, bu hissədə view hissəsinə gəlsəm, mən burada reading view eləsəm, heç bir tab falan görsənməyəcək burada. Görürsünüz də buradan. Heç bir tabımız görsənmir. Lenta interfeysi görünmür. Deməli, D bəndi düzgün cavabımızdır. 17-ci sualda hansı lent tabının köməyi ilə bu hissəni açmaq olar? Nə görürəm şəkildə? Markerlər görürəm də, ballet deyirik biz buna, düzdürmü? Markerlər görürük fərqli formada. Aşağıdan da markerlər olan əmri seçirəm. Bu sort əmridir, sıralamaqdır abzasları. Bu nömrələnmiş siyahı yaratmaqdır, numberingdir. Abzasları nömrələmək üçün istifadə olunur. Nömrələnmiş, deməli, abzaslar və ya abzasları nömrələmək üçün, nömrələnmiş siyahı yaratmaq üçün. C bəndindəki bəli markerlərin, bax, burada göstərilən hissəni açmaq üçündür. Bu çox səviyyəli siyahı yaratmaq üçündür. Bu da sətirlər arası intervalı tənzimləmək üçündür. Line and spacing əmrimizdir. Demək C bəndi, bəli, Word proqramına da göstərsək bunu, gəlirik deməli home tabına, abzas qrupunda, paragraf qrupunda və bu əmrdir. Birinci verilən əmrdir, ballet əmri. Həmin o hissəni açmış olarıq. Gəldik bir növbəti sualımıza. Yəni suallar əslində görürsünüz, necə qısadır. Çox da ciddi formada bizi yoran hələ ki sualımız yoxdur. 18-də uyğunluğu müəyyən edin. 16-lıq say sisteminə çevirməliyik. Lap yaxşı, 2-liyə çevirsək bir də zülm idi. 195 ədədini biz bölürük 16-ya. 19-un içərisində 16 bir dəfə qalar. 19-dan çıxırıq 16-nı, qaldı burada 35. 35 16-ya böləndə qalar 2 dəfə. 35-dən çıxırıq 32-ni. Və bu da bizə verir qalıqda 3.
12 ədədi də bölünmədiyi üçün 12-ni 16-lıqda mən qeyd eləyirəm C kimi. Deməli burada qaldı C, qalıqda da qaldı burada 3. Demək birinci ədədimiz uyğundur C3-ə. O zaman bu elə A bəndidir də. C3 yazılıb baxın burada. 1-ə uyğundur A bəndi. A getdi, D variantı getdi. Növbəti gəlir ikincini uyğunlaşdırmaq. 375 bölünsün 16. 375-i 16-ya böləndə 2 dəfə qalar. 37-dən çıxacam 32-ni. Burada qalar deməli 5. Burada yazıram deməli 5. 55-in də içərisində 16 qalar 3 dəfə. 55-dən də mən 48 çıxsam, bu da qalır 7. Və son olaraq nə edirik? Son olaraq da bu 23 ədədini 16-ya bölürəm. Çünki bir dəfə də bölünə bilir axı. Burada qalacaq 1, burada qalacaq 7. Bu bizə verəcək 177 ədədini. Baxın 177 ədədini verdi. 177 ədədi, yəni 177 B bəndindədir. Nə gözəl, 2-yə uyğundur B bəndi, 2-yə uyğundur C variantı gedir və son olaraq da variantlara baxsaq 442-ni çevirmək lazımdır. Yəqin ki, burada B variantı çıxar, çünki görürsünüz 4 dənə variantın sonu Y-dir, amma mən bir yoxlamaq istəyirəm, elə sual işləməyək də, düzdür, o tələbə yoludur. 442 bölünsün 16. 2 dəfə qalar burada, 32 çıxacam, qaldı burada 12, 2-ni də gətirirəm, salıram bunun yanına. 122-ni 16-ya böləndə 7 dəfə qalar, 112 çıxaram. Çox eybəcər yazıram, bilirəm, amma əsas başa düşməyinizdir. 27-ni 16-ya bölsəm 1 dəfə, qalıqda da 11. Deməli, oldu ədədimiz 1, 11-ə 16-lıqda biz deyəcəyik B, ona da deyəcəyik deməli A. Həqiqətən də elə variantlarla görsək 7, 1B A yazılanda Y bəndidir. 1-ə A, 2-yə B, 3-ə də deməli Y. Bəli, B variantı cavabımız oldu. Deməli, biz bu D-ni heç nəyə uyğunlaşdıra bilmədik. 19. Kitab faylı informatika nəzəriyyə qovluğunda yerləşir. İnformatika qovluğunda praktika alt qovluğu yaradılır və həmin fayl yeni yaradılmış alt qovluğa daşınır. Həmin faylın tam adı necə olur? Çox bəsitdir arkadaşlar. Baxın, bu informatika qovluğunda praktika yaranırsa, elə bir bu nəzəriyyə ilə informatikanın ortasına girir də. İnformatika, sonra siləş işarəsi olacaq, praktika, sonra da nəzəriyyə olacaq da bizdə, düzdürmü? Sadəcə burada məsələ nədir? Deyir ki, fayl həmin yeni yaradılmış alt qovluğa daşınır. Daha biz nəzəriyyəni görməyəcəyik də. Çünki informatikanın içərisində əgər praktikanı yaradacaqsa, fayl da gəlib bunun içərisinə düşəcək. Yəni burada artıq biz nəzəriyyəni görməyəcəyik. Nəzəriyyə ehtiyacımız olmayacaq. Variantda nəzəriyyə olanları silirsiniz. C, informatika, praktika və faylımızın adı C bəndidir elə düzgün cavabımız. Bu qədər. Yəni informatika qovluğunda praktika alt qovluğunu yaradırsansa, bunun nəzəriyyə ilə heç bir əlaqəsi yoxdur. Əlaqəsi budur ki, ikisi də informatika qovluğundakı alt qovluqlardır. Amma belə nəzəriyyənin içərisində informatikanı vermək yanlış olar. Çünki biz informatikanın içində yaratmışıq, nəzəriyyənin içində yox. 20. Körpü nədir? Körpü müxtəlif topologiyalı eyni protokollu şəbəkəni əlaqələndirir. B bəndi. A-da yazılan söz müxtəlif topologiyalı və protokollu deyirsə, 2 və ya daha çox kompüter şəbəkəsini birləşdirən. Bunu routerdə götürmək olar, şürüzdə götürmək olar. Hər halda müxtəlif topologiya və protokollu deyirsə, bunu şürüz götürək. Mütləq əgər ikisinin də qarşısında müxtəlif olanda, onda router götürsəniz problem yoxdur. Router götürə bilərsiniz. Amma belə deyim, burada müxtəlif topologiya deyir. Yəni müxtəlif protokollu desək şürüz daha yaxşı olardı. Müxtəlif topologiya dedikdə yəqin ki, müxtəlif protokollunu götürür. Bunu siz götürə bilərsəm də router kimi. Belə şeydən amma çaşdırmazlar. Sizi routeri verəndə mütləq hər iki tərəfdə müxtəlif sözünü sizə verəcək. O hissəni sizə verəcək. Yoxsa belə, yəni ikili sual olar. İşçi stansiyanı yoğun koaksial kabelə qoşan qurğudur. Bu transivер adlanan qurğumuzdur bizim. Transivер. Müxtəlif protokollu. Hə, tamam. Bax bu artıq şürüzün tam tərifi olar. Bu şürüzün tam tərifidir. Ona görə buna biz rahatlıqla bu sual üçün deyə bilərik ki, uyğunlaşdırma olsa A bəndindəkini biz router olaraq götürməliyik. Çünki bu şürüzün tam tərifidir. Müxtəlif protokollu iki müxtəlif kompüter şəbəkəsi arasında yaradan qurğudur. Bəli, bu şürüzdür. Kompüterin şəbəkə adapterlərini nazik kabellə birləşdirən, bu da konnektordur. Konnektor. Demək, bizim düzgün cavabımız körpü eyni protokola malik müxtəlif topologiyanı birləşdirir. 21-ci sualımıza baxaq. Bu da maraqlı bir sualdır. Əslində çətin sual deyildi. Sadəcə hesablanması biraz vaxt apara bilərdi. Mən bunu atım bura və üstündə izah edək. Yeni bir sənətdə bu formada yaxınlaşdıraq. Deyir ki, kitabın elektron səhifəsi 192, versiyası 192 səhifədən ibarətdir. Bu kitabın hər üç səhifəsindən birində
Yalnız 512 vurulsun 256 piksel ölçülü və rəng dərinliyi 16 bit olan şəkil yerləşir. Qalan səhifələrində də mətn faili yerləşir. Yaxşı, belə eləyək onda. Bu 192-ni 2 yerə böləcəm. Biri var bunun qrafika yerləşən hissəsi, şəkillər yerləşən hissəsi. Bir də var bunun mətn yerləşən hissəsi. Xətt qoyaq buradan. Buradan da yazacağıq mətn olan hissəsi. Qrafik faillərin sayı nə qədərdir? 192 səhifədir. Hər 3 səhifədən birində var. 3 səhifədən birində olmaq demək 3/1 deməkdir. Yəni mən 192-ni 3-ə bölürəm və 192-ni hər 3 səhifədən birində varsa 3/1-ə vururam. Bu da bizə verəcək 64-ü. Deməli, qrafika, yəni təsvirlərin sayı 64 dənədir. İndi gəlin hesablayaq görək, yaddaşda nə qədər yer tutur. 64 dənə təsvir var. Yəni 2/6 qədər təsvir var bizdə sayı. 512 vurulsun 256 piksel. 2/9 512 vurulsun 256, yəni 2/8 qədər piksel var. Və vurulsun 16 bit deyir axı, rəng dərinliyi deyəndə ədədin özünü götürürük. 16 bit. Və mən bunu vururam 2/4 bitə. 2/4 bitə. Mənə cavabda megabayt ilə soruşduğu üçün bu ədədi böləcəm 223-ə. Çünki bizdə bildiyiniz kimi megabayta, bitdən megabayta çevirəndə 224-ə 23-ə bölmək lazımdır. Bax, hesablayaq 2/6, 2/4, 2/10, 19, 227 eləyir bu. Biz 227 bit tapandan sonra, düzmü tapdım? 10, 17, bəli, 227 bit tapandan sonra. Bunu bölürük 223-ə ki, megabayta çevirək. 227 bölünsün 223. Bu da bizə 2/4 verəcək. Yəni 16 megabaytımız alındı burada. 16 MB. İndi qaldı bir dənə mətn faili. Biz 192 səhifənin 3/1-də 64 səhifəsində qrafik fail yerləşdirmişik. Onda 192-dən 64-ü çıxarıq. Və burada qeyd edirəm, səhifə sayını necə tapırıq? Mətn faillərinin yerləşdiyi. 192-dən çıxırıq 64-ü. Bu bizə 128 verir. 128 səhifədə mətn məlumatları var. Səhifə sayı, o zaman yazıram 128 2/7. Hər səhifədə olan simvol sayı 4096-dır. Yəni 2/12. Və burada düşünün ki, Unicode-da kodlaşdırılıb. Yəni 2/1 bayta vuracağıq o zaman. Bu da bizə verəcək mətn failinin yaddaş tutumu 220-ni. Təbii ki, baytla verdi. İndi biz bunu nəyə çevirməliyik? Yenə megabayta çevirməliyik. 220-ni də megabayta çevirmək üçün özünə bölməliyik. Çünki 220-ni ilə 220-yə böləndə megabayta çevirmək olur. O da 1 eləyir bizdə. Demək, biri oldu 1, biri oldu 16 megabaytımız. 16 ilə 1-in toplamı mətn, ümumilikdə bu sənədin yaddaşda tutduğu yer 17 megabayt olmuş olacaq. Bax belə. Qaydaq növbəti suallarımıza 22-yə. A1-Y8 və F2H9 diapazonunda birlikdə neçə xana var? Bir dənə baxın görün, burada olan A-dan Y-yə qədər hər hansısa bir sütun bu hissədə təkrarlanıb, yox ay müəllim. A-dan Y-yə qədər A, B, C, D, Y sütunumuz var, düzdürmü? Vergül. F-dən H-a qədər də F, C, H adlanan fiqurlarımız var. F, C, H-ımız var. Və sətirlərdə də 1-dən 8-ə qədər budur, 2-dən də 9-a qədər budur. Yəni belə deyim də, bu hissədə sütun olaraq ortağımız heç nə yoxdur. Yəni sütunlar bir-birindən ayrıdırsa, o zaman biz artıq nə edirik? Heç sətirlərə baxmasaq da olar. Çünki sütunlar bir-birindən tamamilə ayrıdır. Ayrı-ayrı hesablayıb bunları toplamalıyıq. Yaxşı, burada birinci hissədə bizim 5 dənə sütunumuz oldu. 5 sütun. Vurulsun 8-dən 1-ə qədər olan sətirləri necə tapırdıq? 8 çıxılsın 1 üstə gəl 1. Böyükdən kiçik çıxıb üstünə 1 gəlirdi. 8 dənə sətrimiz burada var. Yəni 1, 2, 3, 4, nöqtə, nöqtə, 8. 5 vurulsun 8 burada var xana sayı. Üzərinə gələcəm. FGH 3 dənə sütunumuz var bizim, düzdürmü? 9-dan 2-yə qədər də 2-dən 9-a qədər. 9 çıxaq 2 üstə gəl 1. Bu da bizə elə 8 verəcək də. 9-dan böyükdən çıxırıq kiçiyi, üstünə 1 gəlirik. Bu da bizə 8 verir. Və toplamda bunlar nə qədər eləyir? 40 budur, 24 də budur. Toplamda 64 dənə xanamız olmuş olacaq. Cavab olur buna görə 64. Yenə deyirəm, üst-üstə düşən xanalar olmadı. Onda nə edəcəydik artıq? Onda bunları ayrı-ayrı toplayıb ortaq olan xanaları çıxmaq lazım idi ümumidən. Hər halda elə bir sual indiyə qədər görməmişik dimin qəbul suallarında. Amma belə kurs sınaqlarında, kursların kitablarında falan bizim kursumuzun sınaqlarında da bəli düşüb ortaq olan xanaları çıxmaq. 23-cü sual. Üçölçülü qrafik proqram vasitələrinə aid deyil soruşur. Bir dənə baxın, şərt axıra qədər oxuyun. Deməli, Photoshop aid deyil. Ona görə biri götürəcəyik. ZBrush aiddir üçölçülüyə. Maya aiddir. Softimage də aiddir. Bəli, bunlar hamısı üçölçülü proqramdır. Illustrator vektor proqramıdır. CorelDRAW da vektor proqramıdır. Aid deyillər 1, 5, 6. Bunlar bəli, həqiqətən də
aid deyil sözcülüyə. 156 sualın cavabıdır. 24. Bu da çətin suallardan sayıla bilərdi. Çünki həm açıq sualda, həm də kifayət qədər maraqlı şeylər var. Setup slide show əmri ilə yerinə yetirilən əməliyyatları müəyyən edin. Slaydların gizlədilməsi. Xeyr, biz bunu setup slide show-dan yerinə yetirə bilmirik. Mən indi dedikcə sizə göstərəcəm. Baxın, söhbət gedir burada slide show tabından, setup slide show-nun pəncərəsindən, buradan gedir. Deyir setup show, deməli, əmri ilə yerinə yetirilən əməliyyatları müəyyən edin. Yəni bu pəncərədən gedir. Burada gizlətməyə deyilən bir şeyimiz yoxdur bizim. Gizlətmək setup qrupunda hide slide əmri iləndir. Setup slide show adlanan əmrlə icra olunmur. Ona görə bir aid deyil. Slaydlar arasında keçid vaxtının təyin olunması. Slaydlar arası keçid vaxtı transitionsdan after əmri vasitəsilə müəyyən olunur. Transitions tabından icra olunur. Arasında keçid vaxtı 2-də yanlışdır. Söhbət bax bundan gedir. Gəlirsiniz deməli transitionsa bu after vasitəsilə biz o vaxtı təyin edə bilirik. Ona görə bundan söhbət gedir. Bir slayddan digərinə avtomatik keçmək üçün daxil edilmiş vaxt qrafikindən istifadə. Bu doğrudur. Bax biz bu hissədən əslində vaxtı təyin edə bilirik də transitionsdan. Slide show hissəsindən o deyir, həmin o vaxtdan istifadə etmək üçün burada using times if present var. Deyir ki, həmin o vaxtdan istifadə et. Və yaxud da sən ola bilər ki, özün yazmısan. Burada rehearse timex var. Bax bu hissədən özümüz də bir deməli istifadə edə bilərik hər hansısa vaxtda. Məsələn 5 saniyə qoydum da mən burada, düzdürmü? Və deyirəm bu ki, yaddaşda saxlanılsın. Və burada bir dənə yazıram belə bir şey. Tutaq ki da bu hissəyə də boş qoyum. Burada yazım 2. İndi mən gəlirəm setup slide show-ya. Burada manualı vururam. Manual əslində əllə idarə eləmək deməkdir. Using times vaxt varsa ondan istifadə et deməkdir. Gəldim bu hissəyə və buranı da passivləşdirək. Bizə lazım deyil. Bu hissə lazım deyil. Gəldi indi bu hissəyə. F5-i vururam. İlkin slide budur da. Ekranda qalma müddəti qoymuşdum. Demişdim o qalma müddətinin istifadə ilə. Həmin o qalma müddəti istifadə etdikdən sonra artıq növbəti dəfə digər hissəyə keçid olmalı idi. Niyə bizdə keçmədi? Deməli bu hissədən gəldi slide show-ya, setup slide show. Bəli, burada vaxt varsa ondan istifadə et. Maybe buradan yoxlayaq. Demək, transitionsdan qoyaq vaxtı. 5 saniyə qoyaq və keçid alaq. Baxın, 5 saniyə sonra növbəti hissəyə keçid eləmiş olacaq. İndi əgər biz bunu icra eləməsəydik, baxın, slide show-ya qayıdıram. Mən bunu deyirəm manual, yəni istifadə eləmədə bu hissəni də vurdum. İndi mən keçid alıram növbəti dəfə. Baxın, indi həmin o 5 saniyə qoymuşam. 5 saniyə olsa da növbəti hissəyə keçməyəcək. Çünki nə deyirəm? Əllə keçid elə. Yəni mən hazırda vursam keçid eləmiş olacam. Gördüyünüz kimi vaxt bu hissədən demək tənzimləmək olurmuş. Manuala vuranda əllə keçir, vaxt varsa, afterdən vaxt qoymuşuqsa onun vasitəsilə də keçid eləyə bilərik. O zaman biz bunu doğru götürəcəyik. Həqiqətən də bir slayddan digərinə avtomatik keçmək üçün daxil edilmiş vaxt qrafikindən istifadəni edə bildik biz oradan. Təqdimatın nümayiş tipinin seçilməsi. Bəli, bunu da etmək mümkündür. Söhbət burada nədən gedir? Setup slide show-ya daxil olduqda, bax burada show options var. Nümayişin parametrləri. Məsələn, belə bir görünüş rejimi var. Escape düyməsini vurana qədər nümayiş davam etdirəcək. Hətta show tipini deyir yəqin ki, bunu nəzərdə tutub. Nümayişin tipi deyəndə bunu nəzərdə tutur. Bir var normal, yəni speaker görünüşü full screen olur da nümayişdə. Bax bu formada olur. Heç bir problemimiz olmur burada. İkinci individual window. Buna vursaq əslində deyəsiz müəllim, burada nə fərq oldu ki? Fərq odur ki, reading rejiminə keçid eləyir əslində bu bir növ nümayişi belə göstərir də bizə. Sadəcə sən növbəti hissələrə doğru gördüyün kimi keçid eləyə bilirsən individualda. Sadəcə read mode eləyə bilirsən. Yəni onun tipində bir nümayiş rejimi formasında açılır. Bax burada individual window açılır. Hardasa deyim ki, baxın, view tabından daxil olsaq, reading view-ya ona bənzəyir. Demək olar ki, elə eynidir də bu format. və biz növbəti dəfə gəlsək bura, demək, bu hissədə bax, bu üçüncü olduqda artıq nə baş verəcək? Artıq burada heç nəyi dəyişdirmək olmur. Nümayiş rejiminə keçid edirsən, sən növbəti slayda keçid eləyə bilmirsən. Fikir verin, növbəti slayda keçid eləyə bilmirəm. Əvvəlki slayda qayıda bilməyəcəm mən. Heç qələm götürmək istəyirəm, qələmi də götürə bilmirəm. Kiosk rejimi budur. Yəni sadəcə bir dənə slaydı ekranda saxlayırsan, növbəti hissələrə doğru nə qələm götürə bilirsən, nə yaza bilirsən. Bu da növbəti bir tipdir. Ona görə 3 dənə tipin üçündə qoymaq olur. Demək, bu 4-də düzgündür. Slaydlara nit müşahidə ilə nümayiş etdirmək üçün səsin yazılması
Xeyr, səsin yazılması burada rekorddan olur. Yəni biz bu hissədə nümayiş edirik səsi yazmaq üçün. Bax buradan istifadə edə bilərik. Ya da rekord tabına gələrək bu hissədən rekord sayını eləsək, bunu da səsi buradan da yaza bilərik. Burada deyir slaydları nitq müşayiəti ilə nümayiş etdirmək üçün səsin yazılması. Bəli, o artıq ya buradan audiodan səs yaza bilərsiniz, ya da ki slide show-dan rekord hissəsinə vuraraq buradan artıq həm görüntünü, həm də səsinizi yaza bilərsiniz. Ona görə 5 uyğun deyil bizə. Nümayiş olunacaq slaydların intervalının göstərilməsi, bəli, bu düzgündür. Deməli, gəlirik setup slide show-ya. Burada show slides var. Hansı interval istəyirsinizsə, həmin intervalı yazırsınız. Təbii ki, gərək həmin o slaydlar sizdə olsun ki, yaza biləsiniz. From, məsələn, 3-dən, tutaq ki, 3-dən olsun 6-ya qədər, 5-ə qədər. Bunlar ancaq nümayiş etdirəcək. Demək, intervalla da biz burada işləyə bilirik. Yəni, sualın cavabı olacaq 3, 4, 6. Və sonuncu sualımıza baxaq. Uyğunluğu müəyyən edin. Insert tabında olanlardan nə var burada? Links qrupunu görürəm. Insert aiddir bu. Uyğundur Y bəndi. Online video var. Burada media qrupu. Uyğundur həm də C bəndi. Review icmal tabından. İcmal tabından mən burada ancaq speech, yəni read aloud, ucadan səsləndir adlanan əmrimi görürəm. 2-yə uyğundur D bəndi. Deməli, view tabından da görə bilirəm burada immersive reader ilə vertical side to side page movement qrupları A ilə B-də uyğundur bu tərəfə. Deməli, 1-ə Y-si, 2-yə D, 3-ə isə AB uyğun gəlmiş olar. Bunu da son olaraq sizlərə göstərim Word-də. View tabına gəlsəniz, bax burada immersive reader burada var, düzdürmü? Elə yanında da page movement, səhifənin hərəkəti vertikal və ya yanaşı olsun. Yəni şaquli və yaxud yana dəyişdirək. Yəni növbəti səhifəyə keçərkən növbəti səhifəni yaradaq. Fikir verin, bax bu formada bir səhifədən digərinə belə yanaşı keçid edirik. Halbuki biz daha çox nəyə öyrəşmişik? Yuxarı aşağı doğru səhifələr, vertikal formada bir səhifədən digər səhifəyə keçək. Review'da da bəli, read aloud, ucadan oxumaq əmrimiz var. Insertdə də media qrupu var və yanındakı links qrupudur. Hər şeyi məncə doğru uyğunlaşdırdıq. Demək, cavabımız da oldu 1-ə Y-si, 2-yə D, 3-ə AB. Bu da oldu 2026-cı ilin 1-ci cəhd sualları. 2-ci cəhdə hər birinizə uğurlar arzu edirəm. Növbəti videolarda görüşənədək.